Salam balalar, axşamınız xeyir olsun. Bu günləri sizinlə imtahanla bağlı fikirlərim, imtahan necə keçdi, hansı ki 9-cu siniflərin 9 mart imtahanının o qədər beyin gedib uşaqlar daha eyni şeyləri təkrarlamayım. Yəni də elədiyi səhvləri 15 mart eləməsini istəyirəm. Onları müzakirə eləyək. Başladıq nədən? Ümumiyyətlə mən imtahan səviyyəsindən danışım sizinlə. Şagirdlərə görə çox demotivated hiss eləyirəm. Çox çökmüş hiss edirəm. Həqiqətən heç nəyə həvəsim qalmadı. Yəni bilirəm ki, bir neçə günə toparlayacağam. Nəyə görə pis oluram? Çünki hamısı, yəni inanın ki, 95% şagirdim, bəlkə də ondan yuxarı faiz, hamısı çox çalışqan şagirdlər idi. Demirəm hamısı 100 ballıq şagirdlərdir, amma inanın ki, mənlə oxuyan şagird bəlkə də mənim əziyyətimə görədirmi, ya nədirsə, çox belə deyim, çalışırdılar ki, əziyyətin də qarşılığını görsünlər. Həm mənim, həm özlərinin həvəsləri də çox artmışdı. Sadəcə imtahandan sonra yüksək nəticə gözlədiyim şagirdlər gözlədiyimdən 20-30 bal aşağı yığıblar. Ümumi olaraq total danışıram. Və sual da verirsiniz, mənim ingilis dilindən necə yazıblar uşaqlar, 100 balınız varmı? Var. Amma istəyirəm ki, tam imtahan nəticəsi çıxsın, ondan sonra bəlkə həyəcandan ola bilər ki, səhv kodlaşdırma eləsinlər. Onların hər birinin hələ xəbərim yoxdur, kim nə qədər yazıb tam dəqiq, elə başım qarışıq oldu. Qeyd eləməmişəm, onu iPad-də qeyd eləyəcəm və sizlərlə də bölüşəcəm. Məni ən çox yandıran, bilirsiniz də, inşallah onu da paylaşacağım yoxlayanda. 300 bal yığan şagirdim son anlarda götürüb bir Soday Nazədoy qaydasından bir sualın dəyişdiyinə görə o 300 bal şansını itirdi. Halbuki fitri istedad şagirdim idi. Hətta məni deyib gəlmişdi də, məni tanıyıb gəlmişdi eylirə. Xeyirlisi olsun, amma çox ona görə yanıb töküldüm ki, bir var bilməsin, bir də var ki, düz yazıb sonradan aydan conjunction kimi fikirləşib götürməsi mənə yandırıb tökdü. Həqiqətən o sual bağışlaya bilmirdim. Axşama qədər onunla danışmışam. Deyir, mən vallah bilərəkdən eləməmişəm. Deyirəm, ona söz yox, amma təkcə o yox, pis olmağımın səbəbi siz nədir? Şagirdlərin bu nəticəyə, bu imtahana layiq olmamasıdır. Bir səhvlərdən danışacağım. Bir də imtahanla bağlı uşaqlar dedilər ki, müəllimə zəhmət olmasa nələr düşə bilər 15 marta, onları deyin. Ağlıma başqa şeylər gəlsə deyəcəm. İndi bu dəqiqə nə düşünürəm, o haqda da məlumat verəcəm. Birinci ediləcəyi səhvlərdən biri və bizim ortaq müəllimlərlə gəldiyimiz qərar nədir? Bizim şagirdlərimizdə, bəlkə də mənim şagirdlərim, mənim izləyicilərimdə deyim yaxşı, ya da elə belə, yəni ümumi danışıram, nə problem var? İndi mən artıq 10 il təxminən mən bu sahənin içindəyəm. Biz bilsiz necəyik? Müəllimə misal üçün bunu verdi, biz elədik, getdi, ya da sınaq verdi, getdi. Yaxşı ki, elə biz yüklüyürük. Elə şagird var ki, bizim tapşırıqlarımızdan artıq işləmir və yaxud da ümumi sınaq işləmir. Necə ümumi? Total sınaqlar. Yəni Azərbaycan dilisi, ingilis dilisi, riyaziyyatı içərisində olan sınaqlar. Evdə işləmir. Başa düşürəm, evdə rahatlıq olur, amma yəni vaxt bölgüsünə görə deyirəm mən bu problemi. Yəni şagirdlərimizin vaxt bölgüsündə çox böyük boşluqları var. Və siz bilirsiniz ki, imtahan, həmişə demişəm, eyni sözü mənə təkrarladırsınız. Heç vaxt sizin savadınızı ölçmür. Yəni 250-dən yuxarı yığan şagird bu imtahanda 300-ə bərabər bal yığıb. Nədən itirəcək? Stresini, həyəcanını, emosiyalarını idarə etməməyin nəticəsi olaraq itirəcək, diqqətsizliyə ya da tələskənliyə verəcək, ya nəsə mandıraja düşəcək. Hətta nə qədər şagirdim olub, çatdıra bilmir kodlaşdırmanı, nəyə lazımdır o kitabçaya yazdığın misal üçün. Eləsi var ki, artıq 2-ci ilidir, həyəcandan özünü itirir, özündən gedir. Balı da bu arada 300 bala yaxın nəticələrdir ha. 290 neçə bal yığıb, 91 dedi deyəsən bal yığıb. Amma ki, özündən getdiyinə görə kodlaşdırmanı edə bilmədi və bu şansı ona vermirlər ki, məzuna qalsın, otursun, onu yazsın. İmtahanı bu qədər gözünüzdə böyütməyiniz, bu qədər içdən təsirlənməyiniz məni çox yandırıb tökür. Yəni siz deməli, demirəm, olğunlaşmalısınız, amma siz başa düşməlisiniz ki, bu imtahan olub bitəcək bir şeydir. Bu stres də bitəcək. Hər yaxşı şey bitdiyi kimi, bu pis bir şey də deyiləsin, amma hər şeyin bir sonu var da uşaqlar. Yəni mən bunu istəyirəm sizə başa salım ki, ən azından bu səhvləri blokda eləməyəsiniz. İmtahanı verəndən sonra, imtahan ərəfəsində də görürsən ki, çətin sualdır. Axı mən sizə bunu dönə-dönə demişdim. Çətin olsun da növbəti suallara bax. Bir sualda qalma, vaxt bölgüsünə diqqət elə. Diqqət elə, Azərbaycan dilindən bir də mənfi cəhətlərindən danışacağım. Biraz elə imtahan haqqında da sizə qarşı haqsızlıq olubmu? Olub. Yəni, bizi də yandırıb tökən odur ki, bilirəm ki, burada imtahanda iştirak eləməyən uşaqlar
rahat halva danışacaqlar ki, imtahan rahat idi. Mən də bilirəm rahat idi, yaxşı, qəbul eləyirik. Yəni qəbullanın ki, yaxşı, rahat idi. Amma sən bir özünü qoy şagirdin yerinə. Nəyə görə qoy? Azərbaycan dilindən o qədər çətin mətnin salınması, vaxt aparan sualların salınması, hələ riyaziyyatı demirəm. Riyaziyyatda 6 dənə ya da neçə dənə açıq sualdısa da tam dəqiq bilmirəm, birdən səhv məlumat verirəm, üzrlü sayın. Yəni bunların hamısına Nicat müəllim də deyir ki, vaxt aparan suallardır. Ola bilər dimdə bu tipdə düşsün ha. Sadəcə normanı bu dəfə tutmayıblar. Ya çox asan sual qoyublar Azərbaycan dilindən. Hələ öz fəndimə gələcəm. Ya da çox vaxt aparan suallar qoyublar. Bəs siz düşünmürsünüz ki, ya bu şagirdləri kodlaşdırma necə çatdırsın? Elmlər olaraq ya bu imtahan suallarını yazanlar olaraq. İndi mən yazmıram, təklif olmama heç vaxt onu yazmaram, eləmərəm, şagirdlərin ahını götürmərəm. Çünki mənim suallarım çox çətin olur. Öz şagirdlərim ona görə içdən çox rahat idim. Özləri də mənə dedilər ki, müəllimə, yəni sizin keçmədiyiniz nə söz düşdü, bütün hər şeyi bilirdik və qrammatikadan da bir problem yox idi. Sadəcə hansı şagirdlər də elə bir düşünüblər ki, şagird bunu məsələn filan qayda ilə qarışdıra bilər də, filan kimi ayənin özünü də şagird, yəni yaxşı oxuyan şagird özü də həqiqətən conjunctiondan qarışdıra bilər. Ən azından fikir belə deyim də, dağınıqlığı olan kimi o sualı səhv eləyə bilər. Gedib onu salırlar ki, qoy şagirdlər səhv eləsinlər. Yaxşı başa düşürük, diqqət əksiliyindən yaranan səhvlər ola bilər. Bəs bu yazıq şagird necə çatdırsın bu imtahanı? O qədər fitri istedad olasan ki, sən bu sualların hamısını çatdırasan. Vaxt bölgüsündə həqiqətən bu imtahanda problemlər yarandı və şagirdlər tərəfdən danışıram ki, həqiqətən də çatdırmaq mümkün deyildi. Sən sakit başa oturasan ki, 40 dəqiqə Azərbaycan dilini yazasan. Yəni normalda ingilis dilinin bu neçə 5 ilə yaxında təxmini 15 dəqiqə yazıb qutarırdınsa, bu ingilis dilini 15 dəqiqə yazıb qutarmağı mümkün olmayacaqdır. Mətnin özü sənə azı 8 dəqiqə vaxt istəyəcəkdir. Çünki mətnin açıq suallarında samballı sözlərdən düşmüşdü və şagird onu axtarıb tapmalıdır, yazmalıdır. Nəzərə alaq ki, bizim essemizdə var. Mənim ən böyük narazılığım ingilis dilindən nədir? Bu dinləmədən mən həmişə 9-da da bunu eşitmişəm. Daha çox 11-lərdə eşitmişəm. Nəyə görə bu OTK-nın imtahanlarında, ümumiyyətlə imtahanlarda olan, sınaq imtahanlarında olan dinləmələrdə heç bir problem olmur. Gəlir dim imtahanında bilmirəm hansı bir müəllimin səsini qoyurlar və elə səs tonunda ya səs ucalıcılarda problem ola bilər, ya nə bilim, nədəsə problem vardısa da xahiş edirəm bu problem düzəldilsin. Yəni bu şagirdlərlə mən nə bilim, yəni işləmədiyimiz dinləmə tipdə, işləmədiyimiz dinləmə forması qalmayıb. Adi 9-ların özünü mən bu haldakı, yəni bu formada olan problemlərə görə yazıq 9-ları da mən bura kimi, bu düz mart ayının ilk həftəsinə kimi 11-lərlə hazırlaşdırmışam ki, qoy onlar da hər cür dinləməyə öyrəşsinlər. Yəni hər tipdə dinləmə eşidən şagird gedib yenə də imtahanda dinləmədən səhv eləyibsə, bir səhvi olan nə qədər şagirdim 29 yazıb da. Əgər səhv eləyibsə, deməli dinləmənin özündə problem var da. Nə olar ki, bu dinləməni normal şəkildə başa düşüləcək formada qoysanız? Bu uşaq IELTS imtahan vermir ki, hələ bu da azmış kimi. Yəni mənim üçün problem yoxdur. Mən akademik writingdə keçmişəm universitetdə, özümün də sertifikatlarım var. Mənə o writing problemi qəti şəkildə yoxdur. İnşallah gələn ildə sübutumuzdan da eləyərik. Sadəcə problem odur ki, bunu məktəblərdə istər esse yazılması olsun, istər bu dinləmənin işlədilməsi olsun. Ümumiyyətlə belə deyim, bizim məktəblərdə istisna məktəblər, sayılı məktəblər olmaq şərti ilə bunları çıxdıq. Hansı məktəbdə söz öyrədilir, hansı məktəbdə dinləmə şagirdlərə etdirilir, hansı məktəbdə esse yazılır ki, bu formada biz imtahanda gəlib şagirdlərə bu formada dinləməni qoyub onlar üçün çətinlik yaradırıq. Axı biz istəyirik ki, gənclərimizin gələcəyi daha parlaq olsun. Nə bilim, çox şey danışaram, amma indi hər şeydə danışmaq olmur. Yəni məni yandırıb tökən bilirsiniz nədir? O şagirdlərlə mənim əziyyətim bir yana, onların necə əziyyət çəkdiyini biz görürük də. Bir uşaqda yaxşı problem oldu, 2 şagirddə. Yəni kiminlə danışsan, kimi soruşsan, hamı eyni şey deyəcək ki, vaxt cəhətdən problem oldu, dinləmə bərbad idi. Dinləməni danışan insanın aksentindən heç nə başa düşmək olmurdu. Yəni bunu bir şagird danışmaq, hamı dinləmədən şikayət eləyirdi. Nəyə görə? Yəni bu dinləmədəki problemlər nə vaxta kim uzanacaq? Mənə o çatmır. İnşallah ki, ümid edirəm ki, düzələr, amma ki, yəni mənə elə gəlir ki, bu formada imtahan sistemi şagirdlərimizin Azərbaycan universitetlərində oxumağa olan həvəsini öldürür.
Həmçinin şagird özü neçə dənəsə mənə deyib ki, belə 397 300 nəymiş üzrlüsən, 297 bal yığan şagirdimdə özünün IELTS-i var. Neçə dənə şagirdimin IELTS-i var, imtahan verib də. Amma gəlir dibin imtahanında səhv edir. Necə olur bu? Halbuki o şagirdlər bizim müəllimlərin haqqına girmirəm qəti. Amma əksər ingilis dili müəllimlərindən məktəb müəllimləri ola bilər. Nə bilim, çox savadlı müəllimlərimiz var, ona söz yox. Amma başqa cür müəllimlərimiz də var da. Onlardan qat-qat yüksək səviyyədə ingilis dili bilikləri var. Doğma ana dili kimi native bilən şagirdlər var. Nəyə görə bu qədər dərindən salırsınız? Adi speakingin özündə də o qədər qrammatika çətin deyildi, ona söz yox. Amma əvvələ baxanda görürsən ki, mən şikayət eləmirəm imtahan formasına. Mən ingilisindən razıyam. Mən onları işlətdiyim sual tiplərinə uyğun da işlətmişəm. Heç bir problem yoxdur. Mənim problemim dinləmədədir. Və bu dinləmədə olan problemlər gətirib çıxardır onların ballarının azalmasına, gətirib çıxardır onların motivasiyasının düşməsinə və bundan sonra gərək blok müəllimləri elə bir şey eləsin ki, yəni ən çətini bundan sonra blok müəllimlərin üzərinə düşür. Çünki şagirdlərin heç birinin motivasiyası yoxdur, konkret çöküblər. Yəni mən bir gün gördüm də, yəni kursda imtahan verən şagirdlərin heç biri demək olar gəlməmişdi. Özlərinə gəlməyiblər ağlamaqdan. Düz ağlamaq heç nəyə düzəltmir, amma əziyyətlərinə yanıb tökülürlər. Çünki bu şans onlara bir dəfə verilir və bu şansı bu formada, yəni məncə şagirdlərimizə yaşatmağa haqqımız yoxdur. Yəni etməyək, eləməyək, yəni nəyə görə bizim bu qədər gözəl gənclərimiz varkən gedib xaricdə təhsil almalıdır. Təhsil alandan sonra elə xaricdə qalmalıdır, işləməlidir. Axı bizim ölkəmizin onlar gəncləridir. Yəni bu formada məncə yanaşma düzgün deyil. Düzü mən də deyirdim ki, imtahan çətin olacaq. Onsuz əvvəlki videolarımda da qeyd eləmişəm. Çətin olsun, söz yox. Yəni oxuyan uşaq onsuz ki onu yazacaq. Vaxt bölgüsündədir problem. Yəni siz sualların səviyyəsini elə salırsınız ki, bunun hamısını vaxtını çatdırmaq üçün fitri istedad olmalısınız. Yəni o 297 bal yığan şagirdimin özü də Dəyanət liseyinin şagirdidir. Yəni o tipdə olan şagirdlər daha çox. 280 plus, 290 plus yazacaq, yaxşı 300 bal yazacaq potensialdadılar. Yəni bu imtahanı 300 bal yığan şagirdə həqiqətən, yəni halal olsun da. Onsuz ki mənim şagirdim də toplayıb, o da onsuz yeriyən 300 bal deyirdim onsuz ona. Gəlib indi bir dənə göz mıncığıdır, anidən fikrini dəyişib. O insanlıq halıdır, canı sağ olsun, onun saçının bir telinə qurban o səhv. Məni o yandırmır. Məni ondan başqa şagirdlərin demotivasiya olması, xüsusilə də Azərbaycan dilindən, vaxtının çox getməsi riyaziyyatdan, həmçinin riyaziyyatdan 100 bal yığan şagirdlər nə qədər balını saldı. Belə elədikcə hamısı xaricə qaçacaq. Və biz normal gənc tapmayacaq, mən belə baxıram. Yəni indi özünüz də indi sentyabr ayında görərsiniz. Hava limanında tələbələrin əlindən yer tapmaq olmur. Yəni, o təhsili bizim universitetlər də verə bilər də. Universitetlər onsuz verir, ona söz yox. Amma ən azından bu universitetə qəbul prosesini bu qədər çətinləşdirməməlidirlər. Yəni, mən o qədər tanışım var xaricdə, Amerikanın özündə olsun, Almaniyada olsun, çox yerdə var. Hamısının, belə deyim də, müəllimləri bilirsiniz nə deyir? Deyir ki, hansı insanlar ki, Azərbaycandan gəliblər onların uşaqları? Ən güclü şagirdlər də, yəni bizim Azərbaycandandır. Bilirsiniz niyə? Çünki uşaqlıqdan biz müəllimlər olaraq, təhsil sistemimiz olaraq o qədər şagirdlərə yüklənirik, o qədər beyinlərinə yüklənirik ki, onlar artıq belə deyim də, misal üçün xaricdə 5-ci sinif proqramını biz 1-ci siniflərə keçirik Azərbaycanda. Hər hansı bir şey necə ki, oyunla keçirlər, sevgi ilə keçirlər, məcburiyyət olmadan keçirlər. Amma bizdə kurikulum sistemi o qədər ağırlaşdırıb ki, sistemi. Artıq o həddə gəlib ki, valideyn özü belə oturub övladına heç nə öyrədə bilmir. Gərək müəllim ona başa salsın, fərdi yanaşma olsun. O bir yana yuxarı siniflərdə də, məktəbdə düzəməlli, öz adıma danışıram, ingilis dili dərsi keçirilmir. Gərək ya liseydə şagird oxusun, ya təmayüllü məktəbdə oxusun. Yəni o halda bizim şagirdlərimiz dinləmə eləyə bilər. Amma heç yanda mən hələ ki nə qədər Azərbaycanın, bəlkə də Azərbaycana bu arada bilənlər bilir, çox rayonuna dərs keçmişəm. Plus rayonunda olan şagirdlərə dərs keçmişəm, üzrlü sayın. Həmçinin də Bakının özündə bir çox məktəblərində, yəni bəlkə də bütün məktəblərində oxuyan şagirdlərə ya dərs keçmişəm, ya da YouTube'dan izahlarıma baxıb, şagird kütləm həqiqətən çoxdur. Bunların hamısında bilirsiniz nədən böyük problem? Söz bazasının aşağı olması, dinləmədə olan boşluqlar. Söz bazasının aşağı olması, dinləmə mətnində olan boşluqlar. Bu nədən irəli gəlir? Məktəb vaxtından söz öyrədilmir. Məktəb vaxtından dinləmə nə olan şeydir şagird bilmir.
bir neçə ay ərzində, 5-6 ay ərzində gəl bu repetitor müəllim gəlsin bu şagirdi hazırlaşdırsın. Bilirsiniz problem nədir? Əsas problem məktəblərdə bu dinləmənin olsun, mətnin olsun, söz bazası ilə bağlı tapşırıqlar olsun, heç birinin işlənməməsidir. Və bu gətirir, bu formada boşluqlara gətirib çıxardır. Yəni sən heç bir məktəbdə belə bir praktika eləmə olsa kimdə olacaq? Cəmaili məktəblərdə ola bilər, HCD-lərdə ola bilər ki, bu ingilis dilindən bacarıqlarımızı inkişaf elətdirilsin ya da valideyn özü məcburdur ki, özü əlavə ödəniş eləsin, onu kursa qoysun, speaking dərslərinə qoysun. Yəni bu formada şagird gərək dinləməsini inkişaf elətdirsin. Yəni məktəbimizdə bu formada praktikalar olmadığı müddətdə bu problemlər yaranacaq. Yaxşı, biz misal üçün məktəbdə yaxşı bu formada praktikalar olunmadı. Biz fərdi müəllimlər bunu, repetitor müəllimlər elədik. Bazalarını gücləndirdik ki, gücləndiririk. Yaxşı, bəs biz bu formada bunun səviyyəsini qaldırdıq. Hər cür aksenti də öyrəşdirdik. B2 level, C1 level şagirdlərim də olub da. Yəni necə olur o şagird o səviyyədəki dinləməni başa düşür rahat, gəlir bu səs ucaldıcıda olan dinləməni eşidə bilmir. Yəni gülüncdür axı bu. Həqiqətən gülüncdür. İngilis dili müəllim də bilir ki, C1 level ingilis dilinin səviyyəsi necə olur. O dinləməni yazan şagird necə bu imtahandakı dinləmədə səhv olur, bir düzündən qaçırdır 100 balı. Nə bilim, yəni inşallah ki bir tədbir görürlər, amma həqiqətən artıq neçənci dəfədir ki dinləmədə problem yaranır. Artıq yəni bir dur demək lazımdır bu dinləmədə olan problemlərə görə. Hələ dönə-dönə tapşırmışdım ha, dinləmədə nə problem oldu. Dinləmə qaldı bir yanda. Otur, qrammatikaya bax, otur mətnə bax, digər fənlərə bax. Yenə də onun təsir altında olan şagirdlərim oldu. Yəni başa düşürəm, həll olunmayası bir şey deyil, inşallah ki həll olunacaq, amma ən azından növbəti illərdə inşallah bu məsələyə ciddi şəkildə nəzarət eləsinlər. Çox istəyirəm, çünki həqiqətən də mənim şagirdlərimiz, cavanlarımız, gənclərimiz bu formada imtahana layiq deyil. Yəni yüksək səviyyədə dərslərimiz də biz keçmişik, hər tərəfli inkişaf elətdirmişik. Yəni problemdir, o 100 bal olmasa da olar. 100 balla bizim təhsil savadımız da azalmır. Sadəcə adamı yandıran şagirdin layiq olduğu balı müəllim bilir axı. O balı əldə edə bilməməyi, lap digər fənlər də həmçinin. Birinci gördüyünüz kimi ən çox Azərbaycan dilindən danışdım. İnşallah ki, ən azından mən deyirəm ki, 15 martda olanlar bir tərəfdən biraz şanslıdırlar ki, bilirlər təxmini sual tipləri necə olur, ona uyğun hansı istiqamətdə gedəcəyini hələ biz həmçinin biz müəllimlər də bilirik, şagirdlərimiz də bilir. Amma olan yazıq 9 mart olanları oldu. İnanın, mən bu qədər çökmüşəmsə, yəni şagirdlərim nə haldadır, heç birində yəni görməmişəm düzü. Hamı hərəsi evdədir də, yəni çıxmaq istəmir, demotivasiya olublar, oxumaq istəmirlər, hazırlaşmaq istəmirlər. Bilirəm bu bir həftəyə falan düzələcəkdir, amma belə şeyə layiq deyildi də mənim balalarım. Yəni ümumi hamı ilə danışıram. İnşallah bununla bağlı bir tədbir görərlər. Belə, dinləməklə bağlı narazılığımı bir dənə bildirdim. Qrammatika ilə bağlı bir çətinlik yox idi. Çox da gözəl suallardı. Qrammatikanı, mətni görəndə çox bəyəndim. Dedim, indi deyərəm buna imtahan. Niyə? Tam imtahan səviyyəsində mətndə, yəni keçən ilin mətni necə idi? Halva suallarıdır. Yəni ibtidai sinif səviyyəsində demişdim. Şagirdlər də demişdilər ki, müəllimə deməyin, baxarlar, sonra gələni çətinləşdirərlər. Məncə ondan deyil. Amma ki, həqiqətən də tam imtahan səviyyəsində idi. Dinləmə də imtahan səviyyəsində idi. Sadəcə mənim problemim səsləndirmədədir. Və eşitdiyimə görə şagirdlərim deyir ki, yüksək səviyyəli şagirdlərim həmişə British accent düşdüyü halda daha çox bu dinləmə deyilənə görə British accentə nisbətən daha çox American olaraq səslənib, yəni daha sürətli deyilib. Ona görə də şagirdlər biraz özlərini itiriblər ki, dinləmədə açıq suallar xüsusilə çatdırmayıblar. Mənim ən çox yandıran Nəzrin adlı şagirdim də var idi. Deməli, həmişə dinləmədən bir dənə səhvdə olmurdu da. Yəni 30-30, həmişə 30-30 yazırdı. Mənim sınaqlarım belə 30-30 yazırdı. Getdi bir dənə gözüm uncuğu sualı orada elədi dinləmədə, çatdırmadı. Dinləmənin o hissəsini eşitmədi. Yəni deyir ki, problem dinləmədə deyil, dinləməni danışanda da deyil, dinləmənin səsindədir. Səsdə problem var. Yəni bu səsdəki problemlər, biz hansı əsrdə yaşayırıq, bu problemlər niyə yaranır? Mən bundan baş açmış deyiləm. Bu formada da bizim şagirdlərimizin əziyyətini yerə salmamız özümüzə ziyandır, bizim gələcəyimizə ziyandır. Yəni onları biraz da həvəsdən saldıqca biz onları bu ölkədə oxumağa küstürürük. Nəysə, bu haqda çox danışdım. İndi keçid edək, imtahan haqqında danışaq. Mən dinləmədən narazılığımı bildirdim. 2 Azərbaycan dili mətnlərinin çətin və riyaziyyatın da açıq suallarının çətin olmasını bildirdim. İkinci məsələ problem odur ki, şagirdlər stresslərini idarə edə bilmirlər. Mən onun
neçə dənə valideynim olub şagirddə diqqət əksikliyi görəndə problemli diqqət əksikliyi. Bildirmişəm, demişəm ki, psixoloqa getsə daha yaxşı olar, ya bir dəstək lazımdır. Yəni o şagirdlər gəlib imtahanda özünü göstərir həqiqətən də. Stressin idarə olunması ilə bağlı problemimiz var. Yəni ancaq oxumaqla biz, ancaq oxu test yazmaqla deyil, stressimizi idarə etməyi də bacarmalıyıq. Yəni çətin situasiyaya düşəndə, lap belə mandıraja düşəndə necə özümüzü idarə eləyirik, necə özümüzü sakitləşdirə bilərik, bunu bacarmamız lazımdır. Bunu da ən yaxşı siz bilirsiniz uşaqlar. Yəni öz stressinizi idarə etməyi bacarın. Biz bunu həqiqətən bacarmalıyıq uşaqlar. Artıq siz ən azından uşaq deyilsiniz. Artıq hamınızın 16-17 yaş, eləsin var 18 yaşı var. Yəni olğun yaşdasınız da artıq olğunlaşmalısınız. Yəni imtahan nə olan şeydir ki, biz ona görə özümüzü itiririk. Bizim ürəyimiz gedir, bizi əsmə tutur. Mən sizə demişdim onsuz, əliniz qolunuz əsəbiləri, amma 5-10 dəqiqəlik bir şeydir. Daha bunu abartmayın. Nəyə görə abartırsınız ki? Yəni sizin canınızın sağlığından önəmli deyil ki, və yaxud da valideyninizin. Allah eləməsin, sabah sizə bir şey olsa, sizin valideyninizin gözünə görünəcək imtahan. Təbii ki, yox. Qabaqda blok imtahanı var. Ən azından blok fənlərinizə haqsızlıq eləməyin. 9 martın tələbələri, xahiş edirəm, şagirdləri, həmişə tələbə deyirəm. Yaxşı, özünüzü toparlamağınız lazımdır. Heç vaxt, belə deyim, keçmişdə qalmayın. Yəni biz həmişə bu problemlər bəzən olur. Nə qədər narazılıq edilsə də, yəni nəticə onsuz olmur. Amma mənim ümidім odur ki, inşallah ən azından dinləməmizdə olan problemlər aradan qalxar. Artıq neçənci dəfədir bu problem yaşanır və bu da şagirdlərimizi dediyim kimi həvəsdən salır, ruhdan salır ki, o qədər sən çalış, vuruş. Gəl sənin də dinləmədə olan səs probleminə görə istədiyin balı yığa bilmə. Yəni bu problemləri inanıram ki, həll yolu çox asandır. Düzgün formada bu səs ucaldıcıları düzgün formada qoşmaq lazımdır. Mən özüm də magistra imtahan verəndə bu arada ingilis dilindən vermişdim. Mən magistr ixtisasım MBA olduğuna görə ingilis dilində oxumuşam deyə ingilis dilində vermişəm. Onda belə eyni problem yaranmışdı. Yəni bu problemlər niyə belə aktualdır, mənim başım çıxmır. Bilmirəm, bal kəsmək üçün eləyirlər, şagirdlərin belə deyim də müraciət çoxdur, ballar daha aşağı düşsün deyəmi. İnşallah ki, dua edirəm ki, 15 martda ən azından bu dinləmədə olan problemlər olmaz. Bir də növbəti məşhur suallardan birini deyirəm sizə. Bugünkü video deyəsən uzun çəkəcək. Problemlərdən biri də nədir? Deyirlər ki, müəllimə, bu 9 mart belə oldu. 15 martda görəsən necə olacaq? 15 martda bir də gördünüz, daha da çətinləşdirdilər. Ya da bizdə çətin oldu deyə bəlkə 15 martda daha asan oldular, haqsızlıq olar falan. Siz onu yadda saxlayın ki, sizin bazar günü imtahanınız var. Nə bilim, bir həftə qabaqcadan bu suallar yazılmayıb. Ən azı bir neçə ay əvvəlcədən bu suallar yazılıb, hazırlanıb və sual səviyyələri eynidir. Sadəcə biraz 9 mart imtahanı birinci imtahan olduğuna görə bəlkə 15 martdakı imtahanda başqa tipdə biraz çətin, bir tık çətin düşə bilər. Amma bundan müqayisə ediləsi dərəcədə çox çətin sual olmayacaq. Yəni onu mən ingilis dili adına sizə deyirəm. Gəlin indi baxaq, mən suallara baxıb təxmini fikirləşirəm ki, nələr düşə bilər. Gəlin ona baxaq. Amma həqiqətən də çox belə həvəsdən düşmüşəm uşaqlar. İnanın, uşaqlara deyirəm, mən axırıncı dəfə bu qədər çökmüşdüyüm. Mənim babam rəhmətə gedəndə belə çökmüşdüm. O dərəcə pis hiss edirəm özümü. Şükür Allah yaxşı yazıblar uşaqlar. Yəni mən naşükürlük eləmirəm həqiqətən. Amma düşünürəm ki, onlar daha yaxşısına layiq idilər də. Biraz da danışsam ağlayacağam siz canım. Deməli, baxırıq indi imtahan suallarına. Misal üçün 7-ci sualda deyir ki, antonimləri seçək də. Bəlkə sizə düşəcək sinonim. Close meaning sözü ilə düşə bilər. Amma sinonim, antonim 100% düşəcək. O dəqiq. Əvəzlikdən çətin sual gözləmirəm. Bu kompleks obyektdə misal üçün ikinci qrup feillər düşübsə, bəlkə sizə birinci qrup feillər düşdü. Ya da mənim ürəyimə damıb ki, bu had better, would rather, bu ifadələrlə işlənən feillər var, hansı ki tuzsuzdular. O da ola bilər. O da düşə bilər deyə düşünürəm. Sonra artikel sualını çox bəyəndim. Yəni nəhayət klassik artikel suallarından çıxdıq. OTK-ya da bu tipdə sual düşmüşdü bu arada. Çox bəyənmişdim. Elə mənə elə gəlir ki, bu tipdə bir suallar düşəcək. Yəni təyin edici bir bağlayıcı ilə əvvəlində bir söz verəcəksən, ondan the article verməlisən. Bu tipdə düşə bilər. Sonra ya da bu üstünlük dərəcəsi düşər. Əvvəlinə yəlik hal ya da yəlik əvəzlik salar. Orada sən the article-ını yazmırsan. My best friend-lə demişdim, yadda saxlayın. Sən heç vaxt my the best friend demərsən. Conjunction-a keçsək, conjunction-da tərcümə olacaqsa, but düşübsə, bəlkə though düşər, ya because düşər. Yəni çətin bir şey düşməyəcək. Amma yenə tərcümə önəmlidir.
Suvab da eyni tipdə düşəcək, buna tam əminəm. Eyni tip olacaq. Təbii ki, nə edirdi? Mübtədamız gəlirdi. Suvab nə idi? Subject, isim, mübtəda, verb xəbər, object tamamlıq. Əsas place yer bildirən söz gələcək, sonra zaman bildirən sözümüz gələcək. Ona fikir verək. Modal feillərdən də çox rahat düşmüşdü. Amma bu dəfə have to düşməyib, have düşməyib. Bəlkə də have-li bir şeylər düşə bilər. Definition rahat düşəcək. Yəni definition sözlərin hamısını keçmişdim, rahat idi. İnanıram ki, sizə də rahat düşəcək. Misal üçün, mən demişdim ki, inanmıram quruluşda növlər düşsün, düşdü. Misal, compound noun düşübsə, bəlkə simple noun verər, arasına sifət falan, başqa nitq hissəsi sala bilər. Ya düzəltmə isim verə bilər. Yəlik hal düşə bilər, ya da yəlik hal bura düşməsə də məzunlara düşəcək. Yəni, bunlardan ehtiyatlı olun. Complete the sentence-də, misal üçün, burada when sual cümləsində düşübsə, bəlkə bu dəfə feillərdən verdim. Misal üçün, askdan sonra that gəlməz, ya da warn'dan sonra that gəlməz, tell me-dən sonra amma that gələr, tell-dən sonra that gəlməz. Bəlkə bunlardan düşdü. Sual cümləsində how many ilə cümlə veribsə, misal üçün, inanmıram yenə how many versin. Bəlkə ya costlu bir şeylər, costla bağlı olan bilirsiniz də hansı suallardır. Ya costla bağlı, ya indiki zamanla, keçmiş zamanla eyni olan katla, putla bağlı suallar düşə bilər. Ya da sual sözləri düşə bilər, question words. Elə olsa daha rahat olar. Söz onun sualını çox bəyəndim bu arada. Nə çətin idi, nə rahat idi, orta tipli sual idi. Məncə rahat olacaq. Yəni mən özüm şagirdlərimə, yəni fərdi şagirdlərimə hamısına vermişəm. Nələr var ikinci hissədə, hamısını yazıb vermişəm. O tipdə olan, oradan olan suallar düşür onsuz. Yəni talk to, talk about. Misal üçün, ya nə düşər? Bir də gördünüz, visit düşdü. Visitdən sonra isim kimi to gələr, feil kimi to gəlməz. Bəlkə o düşər. Yəni, söz önlü phrasal verblərə fikir verin. Misal üçün, burada çox rahat müqayisə dərəcəsi düşdüsə, sizin müqayisə dərəcəsi ya misal üçün wider, longer düşüb, düzdür. Bəlkə sizə than yerinə much yazdı, ya da a little yazdı. A little-a inanmıram. Üstünlük dərəcəsində nə düşə bilər? Misal üçün, and verər. The article ilə, misal üçün, the most beautiful, misal üçün, sualımız nədir? Ən gözəl və maraqlı, düzdür? The most beautiful and the most interesting düşəcək belə də. Və yaxud da, sən necə yazacaqdın onu? Misal üçün, ingilislər həmişə elə demişəm də, the article-ını, ümumiyyətlə, ingilislər təkrarı sevmirlər. Ən maraqlı və ən gözəl deyirsənsə necə deyəcəksən? The most beautiful and interesting deyəcəksən. Yəni, ikinci the-yə və most-a ehtiyac yoxdur. Bir the most hər iki sifətə aiddir, düzdür? Mənə elə gəlir ki, o the most-dan düşəcək. Yəni, and verəcək və üstünlük dərəcələrinə fikir verəcək ki, baxaq sən hər ikisini the yazırsan, ya yox. Ki, yazmamalısan. Əvvəldəki kifayətdir. Yorğun göründüyümə görə üzürlüsən, uşaqlar, özüm də bilmirəm ki, nə danışıram. Amma çox şagirdlər yazır ki, mənimə nə düşə bilər. Ona görə dedim ki, mən təxmin elədiklərimdən nədir, o haqda dedim sizə məlumat verim. Bu passive voice sualı hansı dəyişə bilməz deyirsən. Misal üçün, necə düşə bilər? 2 cür tip sual ağlıma gəlir. 3 cürə tip. Ya sual cümləsi verəcək, amma sual cümləsi inanmıram. Sual cümləsini passivə çevir, xeyr. Ya verəcək ki, passive voice-da olan cümləni tap. Passive voice-da cümləni tap. Ya verəcək passive voice-da olan cümlə, hansı cümləmiz passive voice-a çevrilə bilər. İnanmıram çevrilməyən olsun, çünki çevrilməyən düşüb də, çevrilə bilən olacaq. Onda tərsinə olacaq da şagirdlər. Olacaq tamamlığı olan sözləri, cümlələri tapacaqsınız. Zaman uzlaşması çox rahat idi. Mənə elə gəlir ki, bu belə rahat olacaq. As soon as falan düşəcək məncə. As soon as-li bir şeylər düşə biləcək. Ya if-li bir şeylər, conditional-lar düşə bilər. Sonra so do I neither do I-dan da, yəni qəşəng sual idi so do I neither do I. Bu arada mənim o 297 bal yığan şagirdimin elədiyi səhv idi. İndi bu dəfə təsdiq veribsə, bəlkə sizə inkarlı bir şeylər verdi. Neither-li, either-li bir şeylər verə bilər. İnanmıram so do I neither do I-dan çətin bir şey düşsün. Mətn çətin düşməyəcək uşaqlar, onu sizə deyim. Qəti şəkildə çətin düşməyəcək. Bu formada düşəcək. Yəni nə çətin, nə asan. Amma sözlərinə fikir versəz, biz analiz etsək, sözlərini çox bəyəndim 27-28-ci sualda. Bu arada bir dənə də şagirdim 29 düz yazıb, bir dənə 28-ci sualı yazmayıb. Halbuki o sualın cavabı, gör necə mandraja düşübsə, mətnin içərisindən tapıb yaza bilməyib o sözü. Nə bilim vallah, yəni arada həqiqətən fikirləşirəm ki, yəni nələr işləmişəm də uşaqlarımla. Yanı bir tökdür adam. Yəni sizin bu imtihanda olan həyəcanınız biz müəllimləri bitər eləyəcək. Mən çox bəyəndim.
Yəni suallarda misal üçün bir də fikir verin. Before, after olana, always, onunla olan sözlərə fikir verin. Bax, yandırarsınız. Yəni imtahanda yandıracaqsınız yoxsa. Never sözünə, hardly, scarcely sözlərinə fikir verin. Və görürsünüz 25-ci sual B variantıdır məndə. Which statement is true according to the passage? Burada cümlədə nə verib? Düppədüz cümləni yazıb. God said a watchman was printed before to kill a mockingbird deyir. Düzdür? Burada before yox, after olmalıydı. Yəni bir dənə sözün antonimi olaraq salıb və siz bunu elə öz bildiyiniz kimi oxuyursunuz. Və ona fikir verin. Burada məşhur səhvlərdən biri də buydu. Xahiş edirəm, ona diqqət eləyin. Və mətndə necə? Mətnin özündə də cümlələrdə olan sözlərin sinonimlərini yazıblar. Ona diqqət edin ki, biz sinonimlər və antonimlər bilməyimiz ona görə bizim üçün çox önəmlidir. Bax, difficulty sözü mətndə hardship olaraq verilmişdi. Unfair treatment towards other people, discrimination kimi verilmişdi. Paraphrase ediblər yəni. Bunlara fikir verirsiniz. Və 30-cu sualda esseyə gəlsək. Esse çox sevilən bir esse oldu məncə. Yəni hamının yaza biləcəyi bir esse idi. İnşallah ki 15 martda olan bizim buraxılış imtahanına da bu tipdə onsuz opinion esse düşər. Mən onsuz opinion esse ilə bağlı bir şey düşəcəyini hiss eləmişdim və elə də oldu. Bir də cümlə dəyişmədə. Həmişə demişəm, cümlə dəyişmədə tam əmin olmadığınız heç bir suala, heç bir sözə dəyməyin. İki sözündən birini dəqiq bilirsənsə onu yaz ki sənə yarı bal versinlər. Bilirsiniz ki, 2 dənə sözdən birini səhv dəyişsəz, sizə o biri, yəni birini düz, birini səhv yazsa sizə bal vermirlər. Və həmişə də demişəm, bu cümlələrdə onsuz 4 dənə azı ekvivalentin olur. 4 dənə sözündə dəyişiklik olur və 4-dən həqiqətən də ikisi çeynənmiş sinonimlərdən olur. Yəni mətnin açıq suallarında elə azı elə 2 dənəsini düppədüz yaza bilərsiniz. Yəni mənə elə gəlir ki, mətnin açıq sualları qapalı suallardan daha rahat idi. Biraz söz bazanız olsaydı, yəni onu təkmilləşdirsəydiniz, heç bir burada boşluğumuz olmayacaqdı. Məsəl üçün, contribute sözünü bilməyən şagirdlər ola bilər. Məsəl üçün, qatqısı olmaq deməkdir, köməyi olmaq deməkdir. Yəni bu mətndə nə deyirdi? Deyirdi ki, hansısa qəzetə bunun qatqısı olub, deməyib bunun əsasını qoyub. Yəni qatqısı olmaq, köməyə dəyməklə nəyisə əsasını qoymaq eyni şey deyil. Bu formada sizin beyninizi qarışdıracaq feillərdən istifadə edə bilərlər. Ona görə mətni bircə-bircə işləyirsiniz. Sizin bu 9 martdan çıxaracağınız nəticələr nələrdir uşaqlar? Nəticələr odur ki, mətndə ümumiyyətlə tələsmirsiniz, mətnə daha çox vaxt ayırırsınız, ümumiyyətlə vaxt bölgüsünə diqqət edirsiniz, hər fənnə ədalətli şəkildə vaxt ayırırsınız. 1 saat yarımı riyaziyyata sərf eləməyin, 1 saatınızı sərf elədiniz, yetərlidir. Və birinci riyaziyyatla başlamayın, sizə dönə-dönə demişdim mən bunu. Birinci riyaziyyatdan başlamayın. Həmişə mən şagirdlərə onu deyirəm ki, dillərlə başla. Ya ingilis dili, ya Azərbaycan dili. Və Azərbaycan dilinin mətninə görə də nə qədər beynin açıqdır, otur ingilis dilini həll elə qutar. Ondan sonra ya da Azərbaycan dilində qrammatikasını qutar. Ondan sonra Azərbaycan dilinin mətninə bax. Ya da riyaziyyatın asan suallarından başla ki, hə bil ki, məsələn, riyaziyyatdan biraz eləmsən, keç Azərbaycan dilinin mətnini işlə. Yəni mən ümumi olaraq şagirdlərin feedbackindən deyirəm ki, sakit halda oturub yazacaq suallar idi. Yəni biz müəllimlər də belə deyirik. Mən ingilis dilindən dediyim kimi çox çətin bir şey görmədim. Böyük narazıçılığım dinləmənin səsində olan problemlərdən oldu. Amma müəllimlərimiz deyir ki, yəni bu suallar tək belə imtahanda yazacaq suallardır. O heç dərsdən, proqramdan kənar da heç nə düşməyib. Biz ona da haqq veririk. Onların əziyyətini bu dərəcədə yerə vurmağa heç bir haqqımız yoxdur. Yəni mən bu il kimi şagirdlərin neçə ildir artıq 8-9 ildir də artıq 11-ci siniflərlə məşğulam. Bu qədər çökdüklərini heç vaxt görməmişdim. Yəni özüm də heç bu qədər çökdüyümü heç görməmişdim. Nə bilim, yəni keçən ilə baxanda bu qədər fərq olması biraz artıq oldu kimi gəlir mənə. Yəni onsuz bilirdik çətin olacaq. Biraz da OTK çox rahatlaşdırdı. Onsuz OTK ingilis dilindən arada çətin salırdı ki, onu mənim şagirdlərim də yazırdı. Amma digər fənlərdən çox rahatlaşdırdılar uşaqları və bu rahatlığın nəticəsi olaraq da şagirdlər imtahanda şoka düşdülər. Və bunun nəticəsi olaraq da bizim şagirdlərimiz nə oldu? İmtahanda mandıraja düşdü, həyəcana düşdü. İndi görək 15 martdakılar necə yazırlar, nə edirlər. İnşallah bu haqda da fikirlərimi bölüşəcəm. Yenə də vaxtım olduqca bəzi mövzuların izahını paylaşacağam. Belə, hələ mən 9-larımı istədiyim kimi fokuslana bilməmişəm. Hələ mən 11-lərin həyəcanından çıxa bilməmişəm. İnşallah yaxşı olar uşaqlar.
Yəni biz əlimizdən gələni eləmişik, həqiqətən sizli, bizli. Bəzən elə bir şeylər olur ki, o sizin əlinizdə olmur. Əlinizdən gələn bir şey deyil. Yəni təkcə bu il sizdə 2023-də olmuşdu deyəsəm. Məsəl üçün sizin şükür eləyin ki, mətniniz ingilis dilindən məntiqli idi, maraqlı idi, samballı mətn idi. Elə mətn olur bəzən düşür ki, o qədər məntiqsiz və mənasız mətnlər düşüb ki, yəni o elə olub yəni. Arada belə bu formada buraxılış imtahanı ilə şagirdlərimizi çalxalayırlar. Bir dənə dinləməmizdə problemlər var. Arzu edirəm ki, bu 15 martda dinləmə ilə bağlı problemlərimiz bu qədər yaranmaz və şagirdlər öz əziyyətlərinə layiq bal yığarlar. Ürəyim o qədər doluydu. Bu dəfə istədim sizinlə danışım, amma həqiqətən deyirəm, yəni blok imtahanına haqsızlıq eləməyin. Buraxılışda imtahanda elədiyiniz səhvlərdən dərs çıxartmanız lazımdır. Yaxşı. Bu arada elə şagirdlər var deyir ki, elə olsun ki 15 martda bundan da çətin olsun. Hamı deyir ki, rahat olub belə elə. Yəni biz sizə demirik rahat olun. Mən şəxsən müəllim olaraq deyirəm, tanınmış müəllimlərin də fikirlərini sizə deyirəm ki, vaxt bölgüsünə görə problem yaradacaq suallar var idi. 2 sual çətin olar, 3 sual çətin olar, 5 sual çətin olar və orta suallar da olar. Yəni bunun ortası yox idi. İngilis dilində var idi, amma Azərbaycan dili və riyaziyyatda ortası yox idi. Ya çox asan suallar var idi, ya da çox çətin suallar var idi. Və çox çətin sualların olması təbii ki də bizim vaxt cəhətdən, yəni disadvantage-dir də, bizim üçün minusdur. Və ümid edirəm ki, bu problemlər həll olması problemlərdir. Yəni gələcək imtahanlarda ümid edirəm ki, belə bir problemlər yaşanmaz. Belə şagirdlər, sizdən xahişim, o deyir, düşdüyünüz yerdən sizə həmçinin də belə deyim də məsləhətim, onsuz nə vaxta kimi düşəcəksiniz, nə vaxta kimi özünüzü pis hiss eləyəcəksiniz, onun yəni heç bir şeyə xeyri yoxdur. Lap yaxşı pis olmusunuz, ağlayın, nə bilim, neyin, amma mən sizə tapşırmışdım onu eləməyin. Lap ağlasaz belə bilin ki, heç nə nəticəni dəyişmir. Nəticəni nə dəyişə bilər? Sənin blok imtahanına daha yaxşı hazırlaşmağın və qarışıq sınaqlar çox işləməyin. Yəni tam sınaqlar, bütün, yəni 3 fəndən olan ümumi sınaqları qoy qabağıva. 2 saat yarımda özünüzə vaxt qoy. Deadline ilə işləmədiyinizə görə indi siz gəlirsiniz, bu formada problemlərlə üzləşirsiniz. Mən özüm ona görə çox şagirdlərimə buraxılış imtahanını işlətmirdim. Yəni deyirəm, uşaqlar, buraxılışı siz niyə işlətmirəm? Bir, rahatlaşacaqsınız. 2, də orada öyrənəcəyiniz heç nə yoxdur. Yəni dərin suallar düşəcək onsuz ki, düşdü, görürsünüz. Ona görə də blokda bu səhvləri eləmirsiniz. Yəni birinci mənə söz verirsiniz, ikinci yazılı şəkildə kommentlərdə söz verirsiniz ki, bu imtahana nəticə çıxardacaqsınız. Bu motivasiya cəhətdən 9 martda olan abituriyentlərimə motivasiya, 15 martda olan şagirdlərimə də imtahanda nələr düşə bilər, onun haqqında bir video oldu. İnanıram ki, axıra qədər baxdınız, səbriniz çatdı. Eybi yoxdur, 2x ilə qulaq asarsınız. Mən özüm də 2x ilə qulaq asanda mənə xoş gəlir. İnşallah ki, şagirdlər, yəni bundan sonra nəyin necə olacağı sizin özünüzün stresini idarə etməkdən asılıdır. Ona görə özümüzü toparlayırıq. 1-2 gün özünüzə sakitlik verin, beyninizə dincəlmək verin, maksimum bir həftə. Amma bir həftədən sonra tam güclü şəkildə biz blok imtahanına hazırlaşırıq. Yaxşı, bu sözü mən sizdən indi bu dəqiqə səsli şəkildə deməyinizi istəyirəm. Özünüzə inanmağınızı istəyirəm, güvənməyinizi istəyirəm. İnşallah uşaqlar yaxşı olacaq. Həmişə demişəm, oxuyan uşağın əziyyəti yerdə qalmır. Siz bunu imtahanla ölçməyin. Gələcəkdə olacağınız işdə, hər hansı bir şeydə mütləq ki, sizin qarşınıza çıxacaq. Yaxşı. Hər işdə bir xeyir var deyirəm və videonu sonlandırıram. Özünüzə yaxşı baxın, özünüzü toparlayın. İmtahan hər şeyin sonu demək deyil. Yəni həqiqətən böyüyəndə mən özüm də şəxsən o qədər imtahanlara görə ağlamışam, o qədər əsəblərim korlanıb. Amma sonra üzərindən bir 5-10 il keçəndə deyirsən ki, yəni gör həyatda nələr var, mən bir dənə imtahana görə bu qədər pis olmuşam. Həqiqətən dəyməz. Bir şeyə, yəni realist yanaşın və sizin elə olmanız müəllimlərinizə də psixoloji çox təsir edir. Yəni biz də həqiqətən çox çökürük. Parlamanız lazımdır uşaqlar, yaxşı. Ümid edirəm ki, bu prosesdə valideynlər də sizə çox dəstək olacaq. Ki, çox istəyirəm dəstək olsun. Ən burada həll edici rolu valideynlər oynayır. Bir də müəllimlər, blok müəllimləri. Yaxşı olar inşallah. Həqiqətən sağollaşıram sizlə. İnşallah növbəti videolarda görüşənədək gecəniz xeyrə.